Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu günləri biz sizinlə dərsliyimizdən sadə və mürəkkəb cümlələr haqqında danışacağıq. Ümumiyyətcə cümlə üzvlərini biz keçəndə danışmışdıq ki, cümlənin qrammatik əsası deyilən bir anlayış var və cümlənin qrammatik əsasını təşkil edirdi mübtəda və xəbər. Düzdürmü? İndi gəlin baxaq görək, hansı cümlənin iki qrammatik əsası var? Bağladı xəbər, kim bağladı? Mərd. Başlamışdı, nə başlamışdı? Külək. Bir saniyə, səhv işarə verdim. Külək başlamışdı. Burada görürük ki, bir mübtəda bir xəbər. Bir mübtəda bir xəbər, bu cümləmiz olacaq artıq mürəkkəb cümlə. Ay, mürəkkəb cümlə hələ tanış deyil, bizə bunu yazmayayım. Yəni, bu cümləmizin iki dənə qrammatik əsası var. İki qrammatik əsası var. Amma bağladı, kim bağladı? Mərdan. Burada bir müddətdə bir xəbər var. Ona görə də bu cümlədə bir dənə qrammatik əsas var. Və buradan artıq giriş edirik uşaqlar. Sadə və mürəkkəb cümlə anlayışına. Baxın, mürəkkəb cümlələr bir ev kimi başa düşün. İki mərtəbə bir ev kimi başa düşün. İki mərtəbə. Burada bir ailə yaşayır, burada bir ailə yaşayır. İki ailənin birləşməsinə, ailəni də bir cümləyə bənzətsə, mürəkkəb cümlə iki ailənin birləşməsindən yaranır. Yəni, mürəkkəb cümlənin yaranması üçün minimum iki dənə qrammatik əsas, iki mübtəda iki xəbər, ayrı-ayrı mübtəda xəbərlərə aid olmalıdır. Məsələn, gəl nümunələrimizə baxaq. Leyla dərslərini oxudu, tapşırıqlarını yazdı. Oxudu xəbər, kim oxudu? Leyla. Kim yazdı? Yenə də Leyla. Burada hərəkətin hər ikisini Leyla icra edir. Ona görə bu cümləmiz olacaq sadə cümlə. Məşqçi hiss etdi. Hiss etdi kim? Məşqçi. Yorulub, kim yorulub? Uşaqlar. Burada bir mübtəda bir xəbər, bir mübtəda bir xəbər olacaq mürəkkəb cümlə. Oynayır da xəbər, kim? Sinfimizin şagirdləri. Bir mübtəda bir xəbər. Olacaq sadə. Yağdı xəbər, nə? Yağış, güruldadı, nə? Güruldadı, gör. Bir mübtəda bir xəbər. Bir mübtəda bir xəbər. Olacaq mürəkkəb cümlə. Biz meşədə çox qalmadıq. Qalmadıq kim? Biz. Üşüyürdü. Yenə də kim üşüyürdü? Biz üşüyürdük. Qalmayan da bizik. Üşüyən də bizik. Ona görə bu cümləmiz olacaq sadə cümlə. Baxın, mürəkkəb cümləsi olması üçün hərəkət və fikirlər hərəsi bir şəxsə, bir mübtədaya aid olmalıydı. Nəhayət, indi keçirik növbəti tapşırığımıza. Bir dəqiqə. Nəhayət sentyabr gəldi, yay tətili başa çatdı. Birə B. Uyğunlaşdırmalıyıq. Ana pəncərəni taybatay açdı, otağın havası xeyli dəyişdi. Mürəkkəb cümlədir. Birə B. 2-yə. Dünən mağaza bağlandı, təmir işləri başladı. Keçək. Sonra. Bakıda hava birdən-birə soyudu, sulu qar yağmağa başladı. A və 5-də də zəng səsi eşidildi, ev sahibi qapıya tərəf getdi. Bu da olacaq C çalışması. Keçirik növbəti tapşırığımıza. Deyir ki, cümləni elə davam etdirin ki, mürəkkəb cümlə yaransın. Fərid tədbirdə piano çalırdı. Məsələn, deyə bilərik ki, davam edək, deyək ki, hər kəs onu alqışladı, onu dinləyirdi. Baxın, piano çalan Fəriddir, dinləyən hər kəsdir, mürəkkəbdir. Biz məktubu dünən göndərmişik, amma məktub hələ ünvana çatmayıb. Babam yay tətilində məni dənizə apardı. Biz isə dənizdə çoxlu çimdik. Bağban ağacların dibini bellədi. Biz də ona kömək etdik. Muzeyin işçiləri bizi hörmətlə qarşıladılar. Biz də onlardan razı qaldıq. Yəni, bu şəkildə yazmağınız olur. Gəldik ümumiyyətcə komponent sözünə. Komponent bir şeyin tərkib hissəsidir. Mürəkkəb cümləni təşkil edən sadə cümlələr isə onun komponentləri adlanır. Baxın, yadınıza saxlayın. Tərkib hissədir.
İndi gəlin baxaq. Ömər getmək istəyir, amma anası buraxmır. Getmək istəyən Ömərdir, buraxmayan anasıdır. Getmək istəyən kim? Ömər. Başlayacaq nə? Futbol. Baxın, hər iki cümlədə mürəkkəb cümlədir. Burada da mürəkkəb cümlədir, burada da mürəkkəb cümlədir. Və niyə mürəkkəb cümlədir? Çünki hər iki cümlənin öz mübtədası və öz xəbəri var. Birinci cümlədə bağlayıcı olaraq uşaqlar biz burada amma görürük və amma bağlayıcısı fikirləri qarşı-qarşıya qoyur. İkinci cümlədə isə çünki bağlayıcısını görürük. Çünki bağlayıcısı isə səbəbi aydınlaşdırır. İndi gəlin bunlara baxaq, qaydamıza baxaq. Mürəkkəb cümlədə bağlayıcı və vergül. Mürəkkəb cümlənin komponentləri arasında bağlayıcılaşdıra gedir. Və o da kömək edir ki, iki cümlə arasında əlaqəni qorusun. Məsələn, avtobus dayandı. Çünki dayanacağı qurtarmışdı. Burada çünki daha bağlayıcıdır. Birinci komponent nəticə, ikinci komponent isə səbəb bildirir. Yəni, nəyə görə dayanmışdı, yanacağı qurtarmışdı deyə. Avtobus dayandı, amma heç yerindən tərpətmədi. Burada isə iki fikir sanki qarşı-qarşıya gəlir. Mürəkkəb cümlənin komponentləri, yəni bir cümlə və digər cümlə arasında vergül işarəsi qoyulur. Amma vəni yadınızda saxlayın və olduqda heç bir vergülə ehtiyac yoxdur. Aha, bina hazırdır. Amma sakinlər yeni mənzilə köçür. Burada fikirləri qarşı-qarşıya qoyur bağlayıcı. Günay sürüşüb yıxıldı. Burada amma. Çünki yollar buz bağlanmışdı, səbəbini və nəticəsini bildirir. Vasif çox kitab oxumuşdu. Ona görə də yenə də burada birinci səbəb, ikinci nəticə bildirir. Oyunculara təlimat verildi və oyun başladı və burada isə hadisələrin ardıcıl şəkildə baş verdiyini bildirir. Deməli, bu şəkildə düzərsiniz. Deməli, burada olacaq, 2-də olacaq A. Fikirlər qarşılaşdırılır. Sonra 4-də olacaq B. 3-də olacaq C. Burada C. Mürəkkəb cümlələrin komponentləri arasında vergül qoymaqla cümlələri köçürür. Qardaşım qarmonçu alır, vergül. Çünki baxın, bu bir cümlədir. Atam gür səslə oxuyur, bir cümlədir. Burada vergül olacaq. Xeyli balıq var idi, vergül. Amma biz əli boş qayıtdıq. Dənizçilər ehtiyat edirdilər. Çünki, fikir versiniz, amma, ancaq, çünki bunlardan əvvəl vergül qoyulur. Mərhələyə yetişməyə vergül. Ona görə də mən pay gətirə bilməm. Baxın, bu şəkildə əslində çox bəsit və sadə şəkildə tapşırıq işləyə bilərsiniz. Ümid edirəm ki, izahlar sizə aydın oldu. Kanalıma abunə olmağı, rəy yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Rəy yazarkən çalışaq ki, etika qaydalarından və tərbiyyəmizdən kənarə çıxmayaq. Ümid edirəm ki, izahlar sizə aydın oldu. Növbəti videolarda görüşmək ümidi ilə sağollaşıram və bildirmək istəyirəm ki, kanalımda 5-ci siniflər üçün sinif testlərində izahı var və onlara da baxa bilərsiniz.